Siz mənə deyin görüm, saçım necədir? Mənə düz saç yaraşır, yoxsa düz belə ukladka, yoxsa belə? Onu deyin görüm. Heç demirsiniz ha, tərifləmirsiniz məni. Keyfini. Niyə belə tez gedir çat? Super. Doğrudan səli. Belə, belə, belə. Yaxşı, deyətəğa. Düz saçdan, ukladkadan daha qəşəyindir. Belə, düz. Düz yazır, saç ukladka düz. Ha, bu olmadı, çaşdım qaldım. Al yarışı şad az, yaxşı. Yaxşı, bu kadar yok yani. Mandarin yiyəcək. Talış mandarini yirsən qıza. Sabah gedib o hansı ki şeye gedəcəyimi. Ay yo, sabah da öyrən makyaj şeyində. Sabah salon çəkilişindəyim. Orada gibi dırnaqlarımı, o şey dırnağı var belə. Səid, təşəkkür eləyirəm. Var olay Səid. Sabah şey, büyüsü gündü o şey kızlar. Magazin şeyi. Sabah şeydəyim, salon çəkilişindəyim. Orada dırnaq görmüşəm. Onu eləyəcəyəm. Bir de bir söz nə eləyəcəyim orada? Masaj. Oranın dediklərinə görə masajı məşhurdur. Mən onlara masaj üçün yazmışdım. Dedilər bizdə hər prosedur var. Mandarinə baxın, bala doğub. Bax. Bala doğub. Bax, balası var. Gerinə qəşəng. Ana bala. Açan gedirsən amma. Niyə həyatım? Narahat eləyirəm səni Bakıda ömrüm günüm. Oynayayım da. Bir sadece 2'de durum raks oynayayım. Saçma mısın? Yok, indi bu mənə yaraşır, yaraşmır. Normalde belə giyinəndə ay kız, Tolik'in verilişinə çağırıblar məni. Gedirəm ora, sabah yadıma salın. Ağ kostyumu vereyim. Pridela, ne deyirlər ona? Dərziyə. Yaxşı, unutmayın ha, Səhət ağa. Yadımdan çıxıb. Mor moda, təşəkkür. Veriliş saat 10'un yarısı başlayır qızlar. Onun yarısı. Ama başka kim gələcək bilmirəm. Görəsən interesini oxuyanlar olacaq. Ay qız. Oxuyan olsun. Belki muğam zad olmasın da. Durup oynasam ne olar? Qəşəng oxuyan olsa durup oynayarım, ne olsun? Bu kimdir? Mor moda, teşekkür ederim. Sədişim, çox sağ ol həyatım. Sabah çəkilişdəyəm, reklamdayım. Bir gün çəkilişdəyəm, reklamdayım. Sonra verilişdəyəm. Ondan sonra da çəkilişim var. Uy. Arzu gəlib Bakıya reklama. Bacarırsan sən də get də həyatım. Nə geyimsən? Görün bu şalvarımı beğenirsiniz. Ay mor moda. Teşekkür. Görün beğenirsiniz. Biraz kökəlmişəm. Hay. Belə. Beğenirsiniz. Balaqlarını indi örtmüşəm. Əslində bura kablıq ginəndə uzun olur. Bu şalvar mı? Yox, düşün. Kök göstərir. Bu nədir? Pisdir. Yox, ya. Az yaxşı da yaxşı. Pisdir. Az yaxşı da başa düşdüm, yox. Mən də heç bəyənmirəm. Məcbur oldum giyinim. Yox idi başqa buna uyğun. Batinkalardan şalvarlarımın hamısı balaqları enli idi. Şeyin verilişini aşkım. Tolik'in. O nədir? Verilişi deyəcəm sizə. Səbiş Saadətdə də yazıb. Səadiş nəsə yazırsansa. Çat uçur, hələ bil nə olub, nə olub?
Vəziyyətlərlə qıza. Deyirəm, ağaz, mənə antikvarını sor. Mənə nə sual? Mən oxuyan deyirəm, mənə nə sual verə bilər? Qızlar, Sənət ağa, mənə nə sual verə bilər? Məsəl üçün, nə verə bilər? Yaxşı. Nə sual verə bilər məsəl üçün? Nə sual verəcəyim? Mən nə bilim, mən sizdən soruşuram. Mən nereden bileyim? Tuvaletin sualı bitmiyor. Okuyan elədi ki, show business-a mən giriyordum mədəni danışma belə kitap söhbətlərini belə ləhcə ilə danışmayayım. Siz orada tamam başka bir arzu göreceğiz. Babela. Bak. Ağız açmaq yoxdur. Belə gülmək yoxdur. Baxarsınız, ətağa tamam başka bir kız olacağım. Mən bilirəm, özümü tanıyıram. Ciddi, ağır. Tamam. Siz arzunu hele göreceksiniz. Ve böyle. Mesela için de verir de sual. Nece TikTok'a gelmişsin? Hiç ne, ailemle birlikte. Mora moda. Söhbət ondaki arzu gülmeden necə yanacaqsan? Güleceğim. Yox, az gülmərəm ciddi. İndi beynimdə fikirlərim olacaqdı canlı yayına yazan qızlar. Ciddi də biraz ciddi. Ağır. Biz də bəziləri kimi xanım xatun. Az yox, xanım xatun ola bilməyəcəyəm. Az sərbəst danışacağım. Baxarsınız. Az deyirəm, hətta danışa bilməyəcəyəm. Düşürür ekran canlı yayın elədi ki, öz yayının. Ben burada, sizə bir dənə söz deyim. Burada sərbəst sinə dünya görə bu niyə belə oldu? Burada sərbəst sinə danışıram, düzdür. Amma şeydə adı nədir? Televizorda tamam bir şey, başka bir şeydi. Orada görə ciddi olasın. Səni bir-birlə nənələr, xalalar, babalar baxacaq da. Az elə şeylər yox. Televizora çıkacaksan. O sələ televizdayım da xanım. Bu nədir ki? Bu da televizorda da. Bu nədir ki? Bu ki televizordur. Vallahi bu da televizordur da kızlar. Düz demirəm. Allah haqqı TikTok'a televizordan daha çox baxırlar. Kızlar izmə bir də bizim maskalarımızdan eləyin baxırsınız. Baxmaq istəyirsiniz? Deyən getirin bacınızın öz maskalarıdır. Yani bacımızın deyəndəki rəfiqəsinin maskalarıdır. Mən satışını eləyirəm. Bu maskanı çəkirsən, üzündə belə şişir. Üzümü yum, bu maskanı eləyəm, baxın. Bu rəngi də var. Bir dənə iyləri var. Gör nə gözəldir.